Bizimle birlikte Dilçilik İnstitutunun Şöbə Müdürü Elçin İsmailov olacaq. Elçin müəllim, sabahınız xeyir olsun, xoş gördük. Tamam. Biraz əvvəl sorğumuzda izlədik. Maraqlıdır ki, niyə paytaxtda mağaza və restoran adları əcnəbi dilində yazılır? Bizim dilimizdə yazılmır. Buyurun. Onlar bir mənalı şəkildə reklam məqsədi ilə o cür yazırlar. Yəni o mağaza sahibləri. Bizim belə problemlərimiz çoxdur. Yəni tək ingiliscə yazılmaqla bitmir. Yaxud başqa dildə anlaşılmaz bir ad fikirləşməklə iş bitmir. O reklamların özlərinin səliqəsiz, bəzən estetik nöqteyi nəzərdən aşağı səviyyəli olanları da var. Bəzən ümumiyyətlə reklam adlandırılmayacaq səviyyədə səviyyəsiz, məsələn deyək ki, hansısa bir avtomobilə o avtomobilin təmiri müəssisəsinə götürüb belə bu şəkildə yazıblar, məsələn svarka yaxud nə bilim amortizator şik, belə yazılar çoxdur. Ümumiyyətlə reklamla bağlı bizim problemlərimiz var, amma bu problemlər o seyran Səxavətin hörmətli yazıçımızın dediyi səviyyədə deyil. Animasiya falan keçirtmir bizim dilimiz. Dilimiz əksinə inkişaf eləyir. Amma belə nöqsanlar var, belə yəni razılaşa bilməyəcəyimiz nüanslar var. Onlar mütləq aradan qalxmalıdır. Reklam ümumiyyətlə, reklam haqqında qanunda belədir ki, müəssisənin adı yazılmalıdır əcnəbi dildə, amma Azərbaycan dilində yazılan adı ondan daha böyük şriflərlə yazılmalıdır. Amma əgər müəssisənin tanınmış logosu varsa, elə mağazinlər, elə şirkətlər var ki, onların logosu beynəlxalq səviyyədə qəbul olunub, onlar o logolarından istifadə eləmək hüququna malikdirlər. Ancaq yenə də deyirəm, altından mütləq Azərbaycanca variant, yaxud Azərbaycanca yazılan variant özə qanunla, o əcnəbi dildə olandan böyük, daha bayaq dediyim kimi şiriflə olmalıdır. Reklamla bağlı hökumətimiz iş görür. Yəni, məsələn, xüsusi bir qurum yaradılmışdı. Çox təəssüf ki, bu yaxınlarda məlum olmayan səbəblərdən bağlandı. Deməli, nəzarət qrupu var idi xüsusi, Sevinç Əliyevənin professorun rəhbərliyi ilə. Düzdür, həmin qurum Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda təzədən fəaliyyətə başlayıb. Elə bu yaxınlarda mən özüm iştirak elədim onların bir tədbirində. Mirzə Rəhbər Sabir Muzeyi ilə birlikdə, fondu ilə birlikdə həmin şöbə bir tədbir keçirdi. Reklamlar Mirzə Rəhbər Sabirin gözü ilə adında bir tədbir idi. Orada iştirak elədik. Tənqidlərimiz oldu, həm mətbuata oldu, yəni qəzetlərimizə, saytlarımıza, həm televiziya kanallarımıza aid söhbətlər getdi orada və deyim ki, sizə ki, çox belə yəni tənqidi nöqteyi nəzərdən yanaşdıq məsələyə. Nöqsanlar çoxdur. Biz işləyirik, amma təsir mexanizmimiz yoxdur. Dilçilik İnstitutu, başqa qurumlar nöqsanları söyləyirlər, deyirlər, amma təsir mexanizmimiz yoxdur. Bizim sahibkarlarımız, redaktorlarımız, təsisçilərimiz biraz sirkələnməlidir. Başa düşməlidirlər ki, dil millətin ruhudur, dil millətin varlığının əsas atributudur. Dilimizi qorumalıyıq, gələcək nəsillərə dilimizi sağlam şəkildə, təmiz şəkildə ötürməliyik. Amma mexanizm fikirləşilməlidir, təsir mexanizmi. Bəli. Elçin müəllim, təbii ki, hər kəs ingilis dilini bilmir və küçə-bacada hər tim başı bir ingilis dilində bir yazıya rast gəlirik, bir reklama rast gəlirik, restoran üzərindəki bu yazılara, menülərə xüsusən də rast gəlirik. Menülərin xüsusən də bu ingilis dilində əcnəbi dillərlə yazılması paytaxt sakinlərinə çox böyük əziyyət verir, çünki onlar dəfələrlə bildirirlər ki, restorana daxil olmaq istəyirlər, amma menünü görərkən heç nə başa düşməyib, bəzən də oradan çıxmaq məcburiyyətində qalırlar. Yəni, bununla necə mübarizə aparmaq olar? Yəni bir təsir mexanizmindən danışdıq. Yəni ki, bu restoran sahibləri özü fikirləşməlidir ki, bunların belə deyək də müştəriləri hamısı əcnəbilərdən ibarət deyil. Əksəriyyəti bizim öz xalqımızın nümayəndələridirlər və onların başa düşdükləri dildə menyuların tərtib edilməsi təbii ki, onların birinci növbədə özləri üçün sərfəlidir. Yəni ərəb dilində bir menyu rast gəlmişəm mən paytaxt küçələrində. Ərəb dilində də menyu olar. Tez-tezcə yaranıb bağışlayın məni, sözünüzü kəsdim. Deməli, reklamların içərisində bəzən menyuları nəzərdə tuturam. Eybəcər
şəkildə tərtib olunanları da var. Məsələn, o günləri mən bir reklam gördüm, deməli yazıb ət dünyası. Yaxud ətə dəyəndə. Belə eybəcər şəkildə belə şeylər var. Tək bizim ictimai yaşam müəssisələrimizdə deyil. Məsələn, deyək ki, ehtiyat hissələri mağazasında yazılıb ki, təkər dünyası. Təkər dünyası. Təkərin də bəyəm dünyası olur. Yəni belə səfə üzr istəyirəm, adlar fikirləşirlər. Həm dilimizə ziyandır, həm də o adamın səviyyəsizliyini çığıraraq bəyan edir ki, bunun sahibi estetik, etik nöqteyi nəzərdən tam yetişməyib. Yəni demək istəyirəm ki, belə reklamlar var. Yağ dünyası, yəqin ki, rastlaşmışsınız, yağlar dünyası. Antireklam da bir reklamdır. Bəzən belə fikirləşirlər. Antireklamı qabardırlar reklam məqsədi ilə. Bəli, yağ dünyası nə deməkdir? Yağın da dünyası olur. Ümumiyyətlə hər şeyin, indi çay evi, nə bilim, təkər evi, ehtiyat hissəsi evi. Evin onlar mənasını bilmirlər ev sözünün leksik mənası nədir? Yəni belə qəribə, bunlara qarşı mübarizə xalq tərəfindən ümumilikdə aparılmalıdır. Hamı, məsələn, mən dilçiyəm, olub ki, gəlmişəm, yaxınlaşmışam, müəssisənin sahibinə demişəm ki, qardaş, bu ad nədir yazmışam bura? Deyir, sənə nə dəxlidir? Ben birbaşa reklamla, ümumiyyətlə monitoringlə məşğul olmuşam, monitoring şöbəsində çalışmışam bir 2-3 il. Onda da biz təsir edə bilmirdik. Məsələn, mən ATV telekanalına irad bildirdim ki, orada bir aparıcı var xanım, deyir ki, şey var, Nasreyn necədir? Dedim ki, bu nə deməkdir? Deyir, canlı yayındır da, insandır da, deyir da. Filan. Yəni belə reaksiya vermirlər, üzr istəyirəm. Onlarla treninqlər keçirilməlidir, ya cərimələr tətbiq olunmalıdır. Sözlə üzr istəyirəm sizdən, dönə-dönə üzr istəyirəm. Atalar demişkən, ho-ho-la dəniz darıdan, donuz darıdan çıxmır. Təsir olmalıdır. Mütləq təsir mexanizmi fikirləşilməlidir. Həm də Respublika ictimaiyyəti hamımız bu məsələyə diqqət artırmalıyıq. Aydındır. Təşəkkür edirəm. Elçin müəllim, çox sağ olun. Maraqlı müsahibəyə görə, maraqlı şərhə görə minnətdaram. Çox sağ olun. Təşəkkürlər. Bu arada qeyd etmək istəyirəm ki, Dilçilik İnstitutunun şöbə müdiri Elçin İsmailov idi bizimlə canlı bağlantıda.